Her şey adalet namına değişecek bizim bölgede. Azerbaycan halkının bəza vəziyyəti onun xeyrinə değişecek. Ve mütləq güzel Göyçə torpağını da göreceksiniz. Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Qərbi Azərbaycan TV-dəyik Ulu Öndər və Qərbi Azərbaycan proqramında. Bəli, biz bugün Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fikirlərindən, hədəflərindən və gələcəyə hesablanmış tarixi çıxışlarına diqqət çəkəcəyik və studiyamızın qonağı da var, millət vəkili Səyyad Aran. Səyyad müəllim, xoş gördük sizi. Xoş gününüzə gəldim. Səyyad müəllim, siz Ulu Öndər Heydər Əliyevlə uzun müddət çalışmısınız, şəxsən də tanıyırdınız. Bax, Heydər Əliyevin Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın taleyi ilə bağlı narahatçılıqlarını da siz daha çox bilirsiniz. Yəni, şəxsən tanış olduğunuz üçün daha çox bilirsiniz. Hansı xatirələriniz var onunla bağlı? Əvvəla, ümummilli lider Heydər Əliyev müasir Azərbaycan tarixinin formalaşmasında, Azərbaycanın dünyaya tanıdılmasında və Azərbaycanın haqlı mübarizəsini dünyaya yaymaqda müstəsna işlər görüb. Xatırlayırsınızmı, o Çində, Çində və Amerikada mən Ulu Öndərlə dövlət səviyyəsində nümayəndə heyətinin tərkibində olmuşam. Yəni, şəxsən iştirak etmişsiniz? Şəxsən iştirak etmişəm orada və orada həm Azərbaycanın, həm də Qərbi Azərbaycanın dərdilərini necə ifadə eləməsinin canlı şahidiyəm. Əlində coğrafiya müəlliminin çubuğu xəritənin üzərində bir xarici jurnalistlərə Azərbaycanın vəziyyətini, işğal edilmiş torpaqlarımızı, Azərbaycanın qədim ərazilərini izah edə-edə dünyanın batmış qulağına, kör olmuş gözünə Azərbaycan həqiqətlərini söyləyirdi. Və tədricən biz indiki mövqeyə gəlib çatdıq. Artıq dünya bizi tanıdı, bildi. Kökünü Heydər Əliyev qoydu bunun. Həmin o xarici ölkələrə, şəxsən bir daha deyirəm ki, Amerikaya və Çinə səfərlərində rəsmi nümayəndə heyətinin üzvlərindən biri də mən olmuşam. Heydər Əliyev öz vətəninin həqiqi, ən təəssübkeş bir övladı idi və heç vaxt Qərbi Azərbaycan torpaqlarının itirilməsi ilə barışa bilmirdi. Amma onun daha ümdə işləri var idi. O atəşkəsə nail olmaq istəyirdi. Azərbaycanın gücünü toplayıb, saxlayıb, onu mühüm bir dövrə gətirmək istəyirdi. Atəşkəsə nail olmaqla eyni zamanda quruculuq işlərinə başlamaq istəyirdi. Xatırlayırsınızmı? 1996-cı ildə torpaq islahatı oldu. Torpaq paylandı xalqa. Sonra Surət Hüseynovun, sonra digər separatist qüvvələrin, Ələkram Hümmətovun və s. özbaşına hərəkətlərinin və Azərbaycanın bütövlüyünə yönəldilmiş sui-qəsd hallarının qarşısını aldı. Bütün bu işləri görə və nəhayət o Qərbi Azərbaycan mövzusuna da gəlib çıxdı və öz millətinin həqiqi oğlu kimi, eyni zamanda da bu torpağın yetirdiyi ən böyük tarixi şəxsiyyət kimi öz mülahizələrini açıq-aydın dedi. Baxın, Azərbaycan Respublikası Ali Sovetinin birinci sesiyasındakı 5 fevral 1991-ci il tarixli çıxışından 1918-ci ildə Azərbaycan Respublikasının ərazisi 114 min kvadrat kilometr olub, indi isə 86 min kvadrat metrdir. Gör əlimizdən nə qədər torpaqlar gedib. 91-ci ildə deyirik bunu. Çıxışında. Bəli, çıxışında deyir. Ali Sovetin iclasında ilk iclaslardır keçirilir və artıq Qərbi Azərbaycan mövzusunu ortaya atır. Əslində o müqayisəni verməklə göstərir ki, gör nə qədər bizim torpaqlarımız Ermənistanın ələ keçirib. Azərbaycanda ikinci dəfə hakimiyyətinin ilk günlərində Qərbi Azərbaycan torpaqlarının əlimizdən necə alınmasını bəyan edir 91-ci ildə. İndi bugün biz 25-ci ildə xoşbəxtcəsinə onun siyasi və mənəvi varisi İlham Əliyevin sayəsində torpaqlarımızı azad etdik və indi daha böyük bir mərhələyə hazırlaşırıq. Bunların hamısının əsasını Heydər Əliyev qoydu özə tədricən. Sonra davam edir. Əsrlər boyu vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirib. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda
ölümdiri mübarizəsi aparıb, ulu babalarımız vətən torpağının hər bir qarşını namus simvolu kimi qoruyub, onun yolunda canlarını və övladlarını qurban belə verməkdən çəkinməyiblər. Təəssüf ki, biz bu ənənələri unuduruq. Buna artıq dözmək olmaz. Ona görə də təklif edirəm ki, bir Dağlıq Qarabağ məsələsi yox, bütün 1920-ci ildən indiyədək Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq hesabı aparılsın. Hansı dövrdə, hansı sərhəd sahəsində, hansı torpaqlar verilib? Bəli, konkret çağırışdır bu əslində. Çağırışdır, vəzifədir və öhdəlikdir. Bəli. Millətin qarşısına qoyur və milləti yavaş-yavaş hazırlayır. Hamımız bilirik, 30 ildən artıq müddətdə bizim Azərbaycan torpaqlarımızı onlar zəbt edərək əllərində saxlayırdılar. Biz hələ öz torpaqlarımızı azad etməliydik. Necə deyərlər, öz ərazilərimi bu yağı düşmənin əlindən qopartmalıydı. Bütün dahilər kimi o da tədricən, mərhələ-mərhələ Azərbaycanın taleyini həll edirdi. Çünki ölkədəki dinc quruculuq işləri başlamalıydı. Torpaq kəndlərə verilib, xalqın o güzaranının yaxşılaşması üçün işlər görülməli idi. O bunların hamısına mərhələ-mərhələ getdi və gətirib Azərbaycanı indiki günə çıxartdı. Digər tərəfdən, Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutundakı 23 fevral 94-cü il çıxışından əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Görün, harada, nə deyir və 94-cü ildə. Bəli. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-20-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Bəli. Bugün necə müasir səslənir? Bəli. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə mövcud sərhədlərə göz dikməmişik. Eyni zamanda dünya ictimaiyyətinin nəzərini alaraq əlavə torpaq istəmədiyini də dövlətimiz adından, xalqımız adından bəyan eləyir. Bəli. Azərbaycanın heç bir ərazi iddiası olmadı. Bəli, amma onu da o yurt deyir. yerlərinin bizim tarixi torpaqlarımız olduğu reallığını da, Bəyan gerçəyi də bəyan deyir, edir. bir qaytarmalıdır və bizim də iddiamız yoxdur. Bununla bərabər biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik. Bunu da bəyan eləyir və Londonda, Kral Akademiyasında çıxışı zamanı və ora yığışan xarici jurnalistlər qarşısında. Bu nə idi? Bütün bu xarici ölkələrdə Qərbi Azərbaycanla bağlı ulu öndərin xatırlatmaları dünya ictimaiyyətinə hazırlamaq idi. Qəbul etdirmək idi, bəli, bu gerçəkliyi. Və onun doğrudan da dahi və uzaq görən oğlu məhz bu sözlərdən, ulu öndərin bu sözlərindən nəticə çıxardaraq nəhayət özünün tarixi bir ifadəsini yaratdı. Mən nəyi, necə etməyi və nə zaman etməyi hamıdan yaxşı bilirəm. Səyyad müəllim, elə yeri gəlmişkən onu mən sizdən soruşmaq istəyirdim ki, o dövrdə atılan addımlar, Heydər Əliyevin atdığı addımlar, o beynəlxalq ictimaiyyətə hazırlamaq məqsədi ilə müxtəlif reallıqları, gerçəyi söyləməsi, bugünkü Azərbaycanın Qərbi Azərbaycanla bağlı fikirlərinə, Qərbi Azərbaycanla bağlı addımlarını sözsüz ki, təsirləndirir. Şübhəsiz Bəxtura xanım. Bugün bizim artıq xalqın hamısının qəlbində olan Azərbaycana, əzəli vətən torpaqlarımıza qayıdış ideyasının kökünü Heydər Əliyev qoydu. Amma hər bir ideyanın həyata keçirilməsi üçün münbit zaman və məkan şəraiti tələb olunur. Beynəlxalq ictimaiyyətə hazırlamaq vacib idi və Heydər Əliyev də onu edirdi. Və biz tədricən BMT nizamnaməsinin 51-ci maddəsini artıq xatırlatmağa başladıq dünya ictimaiyyətinə. O maddə, bilirsiniz, hər bir millətin öz əzəli torpaqları üçün mübarizə aparmaq səlahiyyətini təmin edirdi. Onu tədricən aşıladıq. Sonra dönə-dönə dünya ictimaiyyətini anlatdıq ki, Dağlıq Qarabağ deyilən Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələri var və bunlar ən azı 10 min nəfərdir. Onlar orada insanları, Azərbaycan vətəndaşlarımızı silah və təzyiq altında saxlayaraq Azərbaycan vətəndaşı olmağa imkan vermirlər. Biz bölgəmizin digər ərazilərində olduğu kimi
orada yaşayan erməni vətəndaşlarımıza da lazım olan bütün insani hüquq və azadlıqları, bərabərliyi bəxş etməyə hazırıq. Bəli. Amma onlar imkan vermirlər. Və Ermənistan qoşunları nə haqla gəlib Qarabağın meşələrində gizlənirlər. Əlbəttə, bu sözü təkcə söz kimi demirdik. Biz bu sözün ardından həmin təşkilatlara, həmin o böyük siyasət xadimlərinə bizim Azərbaycan kəşfiyyatının çəkdiyi materialları göstərirdik. O danışıqlardan sonra, o anda yox. Bəli. Ondan sonra o faktları verirdi ki, buyurun baxın, Ermənistan qoşunlarıdır. Nə gəzir bizim ərazimizdə? Görürsünüz, ərazimizi zəbt etməklə kifayətlənmirlər. Eyni zamanda orada qoşun saxlayırlar. Xahiş edirik bu qoşunların oradan çıxarılmasına kömək edəsiniz bizə. Bunu dönə-dönə dedik, onlara anlatdıq. Artıq onlar da dərk etdi. 20-ci ilin sentyabrında biz öz ərazilərimizi BMT Nizamnaməsinin 51-ci maddəsinə və həm də ərazi bütövlüyümüzə görə, həm də 75-ci il Helsinki müqaviləsinə görə azad etməyə başlayanda dünya sustu. Dünya cəsarət edib bizə deyə bilmədi ki, siz öz müharibə aparırsınız. Və biz dünyaya başa saldıq ki, biz öz ərazimizi azad etmək üçün müharibə aparırıq. Əslində, yəni biz erməni təxribatına qarşı cavab verməli olduq sentyabrın 27-sində və ona qədər artıq demək olar ki, beynəlxalq ictimaiyyət tam hazır idi. Bəli. Ki, bu ərazilər, Azərbaycan əraziləridir. Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində və o siyasətin ana xəttindən biri də Qərbi Azərbaycan məsələsi idi. Bəli, tamamilə doğrudur. Yenə deyirəm, kökünü Ulu Öndər qoydu. O qədər gözəl hazırladı ki, bu məsələni. Özünün dahiyanə çıxışları, mövqeyi, məntiqi, argumentləri ilə dünya bunu bildi, sakitləşdi. Müharibə başlayanda, yəni biz öz ərazilərimizi azad etmək erməni təxribatına qarşı, heç bir dünya dövləti bu işə qarışa bilmədi. Mən xatırlayıram, Putinə erməni jurnalist deyir ki, axı MDB-nin üzvüdür Ermənistan. Siz niyə MDB dövlətlərinin müdafiə arsenalından istifadə edib Ermənistana kömək eləmirsiniz? KTMT-nin, bəli. KTMT-nin. Putin dedi, "Ani voyuют в своем земле." Bəli, Onunla da məsələ bitdi. Bəli, onlar öz torpaqlarında var. Bu da məntiqi idi axı. Bu məntiqi İlham Əliyev hazırladı. Kökünü amma Heydər Əliyev qoymuşdu. Və heç bir dünya bizə qarışa bilmədi. Biz torpaqlarımızı azad etdik. Yenə də dahiyanə şəkildə Şuşanı azad etmək istəyəndə məlum səbəblərdən o məsələ qaldı. Amma biz yenə də dedik ki, bu separatçılar Qarabağ meşələrində gizlənib narahatlıq törədir. Bizim ərazimizə müdaxilə eləyir. Xalqı silah altında saxlayır. Əslində cəmaət bu əqidədə deyil. Onlar Azərbaycan vətəndaşı olmalıdırlar. İndi də bu fikri dünya ictimaiyyətinə çatdırdıq. Nəhayət elan elədik ki, biz antiterror əməliyyatı aparmağa məcburuq. Və 23 saat ərzində antiterror tədbirləri, bunu da bəli. yenə də İlham Əliyevin o məşhur ifadəsi yada düşür. Nəyi necə etməyi və nə zaman etməyi mən hamıdan yaxşı bilirəm. Eşq olsun, tamamilə doğrudur. 23 saatda da yenə dünya ictimaiyyəti və dünya dövlətlərindən heç kim bizi tutaq ki, qisasçılıqda, əvəz çıxmaqda və s. günahlandıra bilmədi. Biz öz ərazimizi azad etdik, onlardan fərqli olaraq. Oradan köçüb getən özü xüsusi oldu. Şahramanyan özü qərar qəbul elədi. Ki biz gedirik. Buraxıb gedirik. Gəldikləri yerə getdilər, onlar getməli idilər və Ulu Öndər Heydər Əliyevin əsas onun hədəflərindən biri də o idi ki, Qarabağ bütünlüklə erməni separatçılarından təmizləndi. Onun növbəti hədəflərindən biri də Qərbi Azərbaycan idi ki, onunla bağlı da çox ciddi işlər görülür. Qərbi Azərbaycan icması çox ciddi işlər görür. Hansı ki, Heydər Əliyev onu arzulayırdı ki, ora bizim dədə-baba yurdumuzdur, ora bizim əzəli torpaqlarımızdır və bununla bağlı da təbii ki, o arzusuna da çatacaq. Biz Qərbi Azərbaycana mütləq şəkildə sözsüz ki, qayıdacağıq. İnşallah. Siz belə deyirsiniz. Mənim yadıma cənab prezidentin gəlib atasının məzarı önündə hesabat verdi. Hesabatı xatırlayıram ki, Qarabağ torpaqları azaddır artıq. Və şübhəsiz ki, Ulu Öndər ruhu ilə o söz eşitdi və nə qədər xoşbəxt oldu. Doğrudan xoşbəxt övladdır ki, o atasının nəsihətlərini yerinə yetirdi. Və biz inşallah bundan sonra İlham Əliyevin daha böyük zəfərlərini görəcəyik. O xalqı hazırladı.
Hamı düşünürdü ki, niyə hücum eləyib biz torpaqlarımızı almırıq, niyə, nə üçün? Bilirsənmi, bu torpaqları almaq üçün ən son detalına qədər hesablamaq lazım idi. Biz bu mübarizədə uduzmamalıydıq. Bəli. Necə ki, torpaqlarımızı ala-ala getdik, dirəndik Şuşanın qapısına. Məlum səbəbdən orada dayandıq, gözlədik. Amma məlum dövlətə də dedik ki, onlar oradan çıxmalıdır. Çıxmasa Cənubi Qafqazda sabitlik olmayacaq. Bunu da aşıladıq və o dedi ki, onlar öz torpaqlarında vuruşurlar. Bəli, biz öz torpaqlarımızda vuruşuruq və biz bugün yenidən mübarizəmizdəyik. Ulu Öndər Heydər Əliyev istədiyi kimi, hədəflədiyi kimi biz siyasi, diplomatik və mədəni şəkildə, ləyaqətli şəkildə öz yurt yerimizə qayıtmaq istəyirik. Söhbət təbii ki, Qərbi Azərbaycandan gedir. Ulu Öndər Heydər Əliyev də bunu istəyirdi və Qərbi Azərbaycana da gedəcəyik. Aparılan işlər, görülən beynəlxalq ictimaiyyətlə aparılan işlər, həyata keçirilən layihələr də onu deməyə əsas verir ki, biz öz yurt yerimizə sözsüz ki, qayıdacağıq, ləyaqətli şəkildə qayıdacağıq və Ermənistanın da borcudur ki, bizim təhlükəsizliyimizi təmin etsin. Tamamilə doğrudur. Qərbi Azərbaycan icması artıq BMT-yə bəyanatlarını yollayır, orada qəbul elətdirir, bu məsələlər müzakirə olunur. Artıq Qərbi Azərbaycan icması dünyada tanınır. Bəli. Və onun bəyanatları, onun hökmləri, özə qanuna uyğun və məntiqi bəyanatları qəbul edilir dünya ictimaiyyəti tərəfindən. Çünki xalqı öz yerindən qovub çıxartmaq olmaz. Qanuni olaraq öz ərazilərimizə qayıtmaq istəyirik. Bu mənada xalqın mübarizəsi şübhəsiz ki, öz təsirini göstərəcək və inşallah biz yenidən öz torpaqlarımıza qayıdacağıq, dünc quruculuq işlərinə başlayacağıq, yenidən öz torpağımızın yiyəsi və sahibi olacağıq. Çox təşəkkür edirəm. Çox sağ olun, Səyyad müəllim, var olun. Yaxşı, Heydər Əliyevlə bağlı ilə şəxsi münasibətiniz də olub, onun bəzi mənim çoxlu xatirələrim var Ulu Öndərlə. Onunla həm Amerikada, həm də Çində səfərdə olmuşam. Nələr görmüşəm. Onun dahiliyini, onun Qərbi Azərbaycanla bağlı fikirlərini dilə gətirdiniz. Çox təşəkkür edirik. Heç vaxt o səfərlərdə unutmurdu. Azərbaycanın mövcud siyasi vəziyyəti və mövqeyi barədə danışmaqla və torpaqlarımızın qanunsuz işğalı ilə bağlı faktları söyləməklə yanaşı, həm də Qərbi Azərbaycan problemini də qaldırırdı və tanıdırdı ki, hətta İrəvanın özünü biz onlara güzəştə getmişik. Bu da başqa bir söhbətin mövzusudur. Çox təşəkkür edirik, çox sağ olun. Dəyməz. Mən təşəkkür edirəm. Belə, siz də sağ olun, hörmətli tamaşaçılar. Bizi izləməkdə davam edin. Biz yenə də görüşəcəyik, amma hələlik burada. Qərbi Azərbaycana isə mütləq qayıdacağıq. Sağ olun, salamat qalın.